Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdi. Lakin onun dini qalıb. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin dinidir. Elə bir xeyir yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu ümmətinə bildirməsin və elə bir şər yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini ondan çəkindirməsin. Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə öyrətdiyi, göstərdiyi xeyir tohiddir və Allah Taala'nın bütün sevib razı qaldığı şeylərdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətini çəkindirdiyi şər şirkdir və Allahın bütün ikrah etdiyi, nifrət etdiyi, buğz etdiyi şeylərdir. Fikir verin, müsəlmanlar hamısı və biz də eləcə şəhadət gətiririk ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbinə qovuşmamışdan əvvəl artıq bu dini təbliğ eləyib. Elə bir xeyir yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinə onu bildirməsin. Və elə bir şər yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini ondan çəkindirməsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Müslimin səhihində varid olan hədisdə buyurur ki, Allah Taala'nın göndərdiyi elə bir Peyğəmbər yoxdur ki, ümmətinə bildiyi bütün xeyirləri onlara öyrətməyi onun üzərində haqq olmasın. Və eləcə də ümməti üçün bütün bildiyi şərlərdən onları çəkindirmək onun üzərində haqq olmasın. Yəni, əgər bütün Peyğəmbərlər belə eləyiblərsə, Allah Taala'nın göndərdiyi bütün Peyğəmbərlərin üzərində vacib idisə ki, və ümmətlərini bildiyi bütün xeyirlərə yönəldib və bütün şərlərdən çəkindiriblərsə, bizim Peyğəmbər barədə nə deyə bilərik? Hansı ki, o Peyğəmbərlərin və elçilərin ağasıdır və bəşəriyyətin ən xeyirlisidir. Və biz yəqinliklə bilirik ki, elə bir xeyir yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu bizə öyrətməsin. Və elə bir şər yoxdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ondan bizi çəkindirməsin. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etməmişdən qabaq artıq din kamil olub. Və bizim bunu etiqad etməyimiz vacibdir. Etiqad etməliyik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etməmişdən qabaq artıq din kamil olub və buna bütün möminlər etiqad edib yəqin olmalıdırlar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah Taala dini tamam etməmiş və Peyğəmbər sallallahu aleyhi və səlləm o dini çatdırmamış Allah Taala Peyğəmbərinin canını almayıb. Çünki Allah Azze ve Celle buyurur ki, "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dine." Mən bugün sizə dininizi kamil etdim və sizə olan nimətimi tamamladım və din olaraq sizə İslamdan razı qaldım. Maide suresinin 3-cü ayəsi. Bu məsələ hər kəsin etiqad edəcəyi əqidə məsələlərdən biridir. Hər bir müsəlmanın əqidəsində bərqərar olmalıdır ki, din kamildir. Artıq tamamlanıb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də neyniyib? Dini yayıb, təbliğ eləyib, çatdırıb. Yəni, bunu etiqad etməyimiz ki, din kamildir. Allah Peyğəmbərə dinini kamil etməmiş, onun canını almayıb. Bundan nə fayda götürürük? Hə, qardaşlar? Faydamız odur ki, bundan böyük bir fayda götürürük. O da nədir? Əgər bir şey kamildirsə, tamdırsa, tamamlanıbsa, artıq onun nəsə artığa ehtiyacı yoxdur. Kamil şey heç vaxtı özündə ziyadə qəbul eləmir.
Fikir verin, əgər bizdə bir qab su olarsa, dolu olarsa, qab ağzına qədər doludur. Sonra həmin qaba yenə su tökmək istəyirsən, artırmaq istəyirsən, nə olacaq? Daşacaq, dağılacaq. Elə deyil? Əlbəttə ki, elədir. Deməli, əgər biz etiqad ediriksə ki, Allah Əzzə və Cəllə artıq Peyğəmbər sallallahu aleyhi və səlləmə dinini kamil eləyib və Peyğəmbər sallallahu aleyhi və səlləm o dini bizə çatdırıb vəfat etməmişdən qabaq və Peyğəmbər sallallahu aleyhi və səlləmin bəyan etmədiyi bir şeydə xeyir yoxdur və artığa heç bir şey yoxdur. Deməli, artıqların hamısı yeniliklərdir və bidətlərdir və insan Allahın dininə nəsə artırarsa, artıq o öz dili ilə Peyğəmbər sallallahu aleyhi və səlləmi ittiham etmiş olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çatdırmayıb. Və yaxud xeyri bilib, onun bəzisini gizlədib. Yəni, bu çox təhlükəli bir məsələdir, təhlükəli bir yoldur. Bidətin gərəkdirdiyi və bidətin dəlalət etdiyi şeyi bizə bildirir ki, bidətdən çıxan şey çox təhlükəlidir. Yəni, o mənada ki, əgər insan desə ki, bu ibadət var, bu ibadət xeyirli ibadətdir, bu ibadət insanı Allaha yaxınlaşdırır və sən ona deyirsən ki, yəni o barədə dəlil varmı? Sən o elədiyin ibadət barədə. Peyğəmbər sallallahu aleyhi və səlləm o barədə bizi öyrədibmi, bizi bildiribmi? Deyir ki, yox. Lakin bu xeyirlidir və ola bilsin desin ki, bu gözəl bidətdir. Yəni, buraxın bizi bu bidətlə Allaha yaxınlaşaq. Bu zikirlə, bu namazla, bu mövludla, bu və s. Bunlar xeyir əməllərdir, salih əməllərdir. Həmin insanın halının dili iki şeyi deyir, iki şeyi gərəkdirir. Ya deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm haqqı bilməyib, bu bilib, sən bildin. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm xeyirdən sənin bildiyin şeyi bilməyib. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmi artıq Allahın haqları ilə cahillikdə ittiham etməkdir. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm biz bildiyimiz kimi Buxarinin səhihində keçən hədisdə buyurur ki, Ənə a'lamukum billah. Mən Allah barədə sizin ən elmlinizəm və Allahdan ən çox qorxanınızam. Ya Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bidət, gözəl bidət eləyən, necə ki İmam Malik deyir ki, rahiməhullah, mən ibtədəə fil İsləmi bidətən, kim İslamda bir bidət gətirərsə və rəahə həsənən və onu gözəl bidət görərsə, fəqəd zəəmə ənə Rasulə sallallahu aleyhi və səlləm xanər risələ. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin dinə xəyanət etdiyini, təbliğə xəyanət etdiyini etiqad edir. Çünki Allah Teala buyurur ki, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti. Bugün sizə dininizi kamil etdim və sizə olan nimətimi tamamladım. Yəni, bu gözəl bidət eləyən, bu mövlud eləyən deyirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu mövludu bilirdi, yoxsa bilmirdi. Əgər desə ki, bilmirdi, deyə maşallah, sən Peyğəmbərdən elmlisən. Sahabələr edirdi, etmirdi, bilirdi, bilmirdi, etməyib, bilməyib. Deməli, sən həm Peyğəmbərdən, həm sahabələrdən elmlisən. Yəni, Peyğəmbər bilmədiyi xeyri sən bilmirsən. Deyəcək ki, bilirdi. Əgər bilirdisə, Peyğəmbər sallallahu aleyhi və səlləm çatdırıb, yoxsa çatdırmayıb. Çatdırıbsa, gətir qoy qabağımıza səhih hədis. Vallahi ki, ən birinci eləyən sələflərdir. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərinə riayət eləyən elə ancaq ən birinci sələflərdir. Sən gətir o dəlili ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eləyib, sahabələr eləyib, səhih olsun, sabit olsun, onu səndən qabaq, səndən çox sələflər eləyəcəklər. Ya da ki, etiqad eləyir ki, sözündən belə çıxır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi, amma bizə çatdırmayıb. Bu da nə deməkdir? Bu da o deməkdir ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın dininə xəyanət eləyib, Allah Teala ona əmr eləyib ki, yay bu isə
Peyğəmbər sallallahu əleyhi və səlləm də yaymayıb, çünki Allah Taala deyir ki, ya eyyuhər rasulü bəlliğ mə unzilə ileykə min rabbik. Ey elçi, Rəbbindən sənə nazil olanı təbliğ elə. Deməli bu məsələlərin hamısı təhlükəlidir. İnsan Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində xeyir zəndə olmalıdır, xeyir danışmalıdır. İnsan o əməl ki, o əməlin üzərində Peyğəmbər sallallahu aleyhi və səlləmin möhrü yoxdur və Peyğəmbər sallallahu aleyhi və səlləmdən heç bir dəlil yoxdur, bilməliyik ki, bu şey xeyir deyil. Xeyir deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, elə bir Peyğəmbər yoxdur ki, ümmətinə bildiyi bütün xeyirləri onlara öyrətməsin. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bu xeyri bizə öyrətməyibsə, bu əməli bizə öyrətməyibsə, deməli bu xeyir deyil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu xeyri bizə öyrətməyib. Əgər xeyir olsaydı, mütləqdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə öyrədərdi. Necə ki Allah Taala buyurur ki, "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam dinen." Bugün sizə dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamdan razı qaldım.